Salam olsun yurdunu sevenlere, salam olsun şəhidlərini unutmayanlara. Bu yol bizi yazı düzüne götürür. Yazı düzü ta 90-cı illərdən 2020-ci ilə qədər çox igidlərimizin qanı ilə suvarıldı. Bugünkü missiyamızda şəhid leytenant, artilleriya tağım komandiri olmuş Nadir Ərşadoğlu Bədəlovun şəkil plakatını canını qurban verdiyi məkanda yerə dikmək idi. 28 avqust 1993-cü il Qubatlının işğalına 3 gün qalmışdır. Bütün xəbərdarlıqlara baxmayaraq Bədəlov Nadir Ərşadoğlu yazı düzündə qurduğu top qurğularının yanını tərk eləmədi. Əlindən gələn edirdi ki, dinc əhali erməniyə girov düşməsin. Son mərmisinə qədər istifadə edərək Rus-erməni birləşmələrinin xislətinə qarşı vuruşaraq onların başını qatırdı ki, heç kim erməni əlinə keçməsin. Əsl qəhrəman idi Nadir Bədəlov. Bu günləri Nadir Bədəlovun döyüş keçdiyi ərazidəyik. Yazı düzü, belə deyək ki, yazı düzü ərazisindəyik. Və onun əziz xatirəsini yada salmaqdan ötürü onunla çiyin-çiyinə döyüşən və yanında şahid kimi As müəllim sizi dinləyək. Çox sağ olun qardaş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Nadirlə mən 2 il döyüş yolu keçmişəm burada. Düz Başaratdan top ağacından tutmuş bu yerlərə kimi. Nadir gözəl komandir, yaxşı qardaş, əsl dost. Bütün xüsusiyyətlərlə hamısı var idi o qardaşda. Allah ona qəni-qəni rəhmət eləsin. Bu ərazi gördüğünüz yer Nadir'in şəhid olduğu yerdə. Bu ərazidə. As müəllim, Nadir Bədəlov necə bir insandır? Hansı xarakterlə daha çox yadında qalıbdı? Nadir ən əsası deyərəm ki, çox vətənpərvər, torpağın sevən. Axırıncı bu döyüşlərin qızğın gedən dövründə döyüşlərin ən qızğın gedən yerləri buralı olub 1992-ci il, 93-cü illərdə. Nadir heç ona aid olan, olmayan komandanın sıçrayıb qabağa çıxırdı ki, mən çox torpağına, elinə, obasına bağlı bir insan idi. Allah ona qəni-qəni rəhmət eylesin.
məndən 1-2-3 yaş böyük olub, böyük qardaş kimi. Həmişə bizim nətər deyirəm, xoş təəssüratlarım, ancaq xoş. Tək mən yox, mənim başqa bir döyüş yoldaşları da, başqa uşaqlar da, yəni eyni onu təsdiq eləyə bilər. Nadir çox gözəl insan, çox gözəl qardaş, çox gözəl komandir. Hətta orada o uşaqları, o axırıncı anda uşaqlara deyib ki, qorxmayın, nə tər varsa sizi buradan çıxardacağım, narahat olmayın. Öz uşaqlarına orada təsəlli verib. Mən eşitdiyimə görə şəhid Nadir Bədəlov bir artilleriya tağım komandiri kimi öz məsuliyyəti götürüb üzərinə şəhid olacağını bilərək, bilə-bilə son mərmisinəcən döyüşübdür. Yəni Bəli. Nadir orada görünən hədəfi vurmaqdan ötürü, Rus dilində pramoy navodka deyirlər də, görünən hədəfi vurmaqdan ötürü. Orada yəni onun 99% ölümdür də, yəni orada o elə bir şey deyil ki, atıb qaçıb harasa gizlənəsən. Yəni son damla qanına kimi orada belə necə lazımdır döyüşüb. Allah belə məqamlar hər adama qismət olmur, qardaş. Şəhidlik məqamını da gərək qazanasan. Allah dərgahında qazanasan. bir də mənə maraqlıdır. Şəhid Nadir Bədəlov bir insan kimi səbirli insanıdır, yoxsa tez hirslənəndir? Döyüş vaxtları insan, necə deyim, biraz çılğınlıq olur da insanda. Amma Nadir çox təmkinli insan idi. Siz son ana qədər yanında olmusunuz mənim məlumata görə. Şəhid olanda da onun nəşrini də mən çıxardıb oradan aparmışam. Bax, Qubatlının işğal olunma ehtimalını siz hansı gündən hiss elədiniz ki, vəziyyət artıq çox gərginləşibdir? Biz Başaratda olarkən gördük bir qoca yaşlı arvad üzü yuxarı qalxır, üzü top ağacına tərəf gedir. Hətta bizim komandir düşdü aşağı, yanımda olan afisər düşdü, ona dedi ki, aynən siz hara gedirsiniz? Dedi ki, ay bala, sən bilmirsən, deyirlər ki, Qaradaşa erməni gəlib. Dedi ki, aynən, o gəlib də, biz gedirik də, sən nə var? Dedi ki, valla Qaradaşa erməni gəlibsə, deməli Qubatlı yoxdur. Yəni, bu kəlməni mən onun ağzından, arvadın ağzından eşitdim. Əsasən hansı ərazini gözləyirdiniz, gözətləyirdiniz? Sarıyataqdan keçəndə körpünün, ya körpünü partladımaq, ya oradan keçən texnikanı vurmaq üçün dayanmışdı Nadir oradan. Oradan bəri, körpədən bəri texnika adlamasın yəni. Yəni o nöqteyi nəzərdən biz orada dayanmışdıq. Oradan da sonra biz eşitdik ki, Siyazda tərəfdən tanklar keçib, üzü bəri. Hansı tərəfdən? Bu tərəf müəllim nə adlanır? Sadiq müəllim ona yaxşı. Xınzırək tərəfdən də tanklar keçib. Biz aralanmışdıq, qayıtdıq təzədən Nadirin üstünə, qışqırdım oradan ki, yığışdırın topu çıxın. Biz çıxmışdıq, gəldik elə bu tuşa çatıb, dönüb beləncini çıxanda bizi tankla çıxdıqlardı bizi. Birinci snaryadda elə uşaqlar 5 nəfər yalanında. 31 avqustda olubdu bu hadisə. Bəli. Qubatlının işğal günü. İşğal günü, bəli. İşğaldan 1-2 saat. Birinci şeydə Nadirin. Biz də onun xatirəsini əbədiləşdirməkdən ötürü bu günləri bura yığışmışıq. Allah qəni-qəni rəhmət eləsin, ailəsinə səbir versin, əzizlərinə səbir versin. Sadiq müəllim, bu günləri artilleriya tağım komandiri Leytenant Bədəlov Nadirin şəkil plakatını yerə bərkitdik. O yerdə ki, Nadir Bədəlov şirin canını bu torpaqlarda fəda etdi, bu torpaqlara tapşırdı. Niyə ki, Qubatlı əhalisi, doğma yurdunun əhalisi sağ-salamat çıxa bilsin. Sizin dediklərinizdən eşitdiyimə görə şəhid olacağını bilə-bilə dayandı, yerini dəyişmədi, tərk etmədi. Bu barədə də sizin də çox xatirələriniz olduğuna görə istəyərdim ki, sizi də eşidək şəhid Nadir Bədəlovun barəsində təəssüratlarınızı bizlə böləsiniz. 31 günün ikinci yarışında demək olar ki, elə söz vaxtına çəkər, elə bu saatlarda demək olar ki, erməni son qüvvələrini öz havadarlıqları ilə
birləşərək həm Xıncırə istiqamətindən, həm Cəbrayıl istiqamətindən artıq Qubadlının işğal olunmasının planları hazırlanmış və burada gərgin döyüşlər gedir. Demək, vəziyyət elə yarandı, biz bu günlər burada Leytenant Bədəlov Nadirin döyüş fəaliyyəti barəsində danışırıq. Leytenant Bədəlov Nadir döyüş tapşırığı, mesela onların artilleriya batareyası və bu istiqamətdə Sarıyataq kəndinə gedən yol istiqamətində döyüş mövqeyi qurmuşdular və Cəbrayıl istiqamətindən və Xıncırə istiqamətindən gələn döyüşlərin qarşısını almaq üçün. Ən əsas onun döyüş tapşırığı Sarıyataq körpüsündən keçən düşmənin canlı qüvvəsini və ağır texnikasını imkan verməmək, məhv eləmək və Xıncırə istiqamətindən gələn düşmənin canlı qüvvəsini öz artilleriya tağımı ilə məhv eləmək. Burada vəziyyət elə yarandı ki, artıq Xıncırə istiqamətindən düşmənin hücumları daha sürətli irəlilədiyinə görə artıq burada artilleriya batareyası öz döyüş mövqeyində döyüş effektini itirdi. Artıq onlar müəyyən həddə çəkilməli idi və yenidən döyüşə, hücuma keçməli idi. Onun üçün də geri çəkilməsi üçün batareyanın bir tağım düşmənin hücum zamanı sürətini zəiflətmək üçün düşmənlə düzünə tuşlamaya çıxmalıydı burada. Bunun üçün də bu bir hərbiçi üçün, bir zabit üçün, bir döyüşçü üçün demək olar ki 99% ölüm deməkdir. Amma Bədəlov Nadir bunu missiyanı öz üzərinə götürmüş və düşmənin sürətini, hücum sürətini zəiflətmək üçün düşmənin tanklarına düzünə tuşlamada döyüşə başlamışdı. Döyüş zamanı bu artıq Nadir bilirdi ki, burada 99% ölümüdür. Lakin o öz zabitliyi ilə, öz bir artilleriya tağım komandiri kimi düşmənə öz sözünü dedi və bir zabitin düşmən qarşısında əyilməməsi, bir zabitin düşmən qarşısında necə qürurlu, məğrurla döyüşməsini düşmana da sübut elədi və bizim gələcək gənc nəslimizə, bizim gənc soydaşlarımıza, hər kəsə bildirdi ki, düşmən qarşısında necə məğrur dayanmaq lazımdır. Bu öz məğrurluğu ilə bərabər düşmənlə döyüşə qəhrəmancasına, bax bu ərazidə və burada qəhrəmancasına şəhid olmuşdur. Bədəlov Nadir öz döyüş tapşırığını bir zabit olaraq qəhrəmancasına yerinə yetirdi. Nadirlə mən həm sinif yoldaşıyıq, həm qonşuyuq, həm bir dostuq. Bütün bu döyüş zamanı hər vaxt birbirimizlə radio əlaqədə olmuşuq. Dəfələrlə biz Nadiri çağıraraq bizə dəstək olması üçün artilleriya mərmilərinin, artilleriya atəşlərindən bizə dəstək olması üçün dəfələrlə Nadirin köməyə çağırmışıq. Nadir bu günləri də bir artilleriya tağım komandiri kimi mən inandırırım ki, bu tədris olunur və zabitlərə, hansı yeni yetişən zabitlərə bir artilleriya tağım komandirinin necə məğrur döyüşdə necə düşmənə cəsarətini göstərməsini indi də tədrisdə gənc nəslimizə çatdırılır, müəllimlər bundan istifadə edilir. Nadirə nə deyə bilərik? Bir dost kimi, bir yoldaş kimi, bir zabit yoldaşı kimi. Mən ona deyirəm ki, sənin ruhun şad olsun, qardaş. Sənin qəhrəmancasına döyüşdüyün və canını qurban verdiyin bu torpağı artıq 2020-ci ildə Azərbaycan ordusu qəhrəmancasına bunu yerinə yetirdi. Bax, bu ərazidə Qubadlının işğaldan azad olunmasında 2020-ci ildə Azərbaycanın milli qəhrəmanı Şükür Həmidov da Sarıyataqdan gələn bu yol istiqamətində qarşıdakı Dolu Təpələsin burada qəhrəmancasına şəhid oldu. Və 93-cü ildə Qubadlının bir leytenant, igid bir oğlu Qubadlının düşməndən müdafiəsi zamanı qəhrəmancasına burada şəhid oldu. Və 2020-ci ildə Qubadlının polkovnik bir zabiti, Azərbaycanın milli qəhrəmanı Qubadlının azadlığı uğrunda yenə bu məkanda qəhrəmancasına şəhid oldu. Bu onu göstərir ki, 93-cü ildə olan o zabitlərimizin, əskərlərimizin, şəhidlərimizin qanı yerdə qalmadı. Onlar il 30 ildən sonra yetişdilər və bu torpaqda, bu məkanda bizim burada çox gərgin döyüşlər gedir. Bura
Qubatlının açarı deyirlər. Bax, bu əraziyə Qubatlının açarı deyirlər. Düşmən Qubatlını işğal eləməsi üçün bax, bu istiqamətdə, bu Mahmudlu kəndindən buradan, bir də Televstudiya istiqamətindən yenərək və Qubatlını işğala məruz qoymuşdular. 2020-ci ildə bax, bu istiqamətdə də düşmən məhv edilərək, bax, burada düşmən Buska sahib məhv edilərək, düşmən burada sındırılmışdı və Qubatlını qəhrəmancasına qan tökə-tökə, şəhid ola-ola döyüşərək Nadirin 30 ildən sonra arzusunu yerdə qoymayan onun qardaşları onun qisasını aldı və Qubatlı işğaldan azad oldu. Biz bu günləri özümüzü çox xoşbəxt hiss edirik. Biz xoşbəxt hiss edirik ki, biz bu günləri burada şəhidlərimizin ruhu da bir dəqiqə xoşdur, rahatdır ki, onların burada çəkdikləri əziyyət yerdə qalmadı. Azərbaycan ordusunun şücaəti ilə, Azərbaycan xalqının şücaəti ilə, dövlətimizin şücaəti ilə, iradəsi ilə biz bu günləri bütün torpaqlarımızı işğaldan azad edilmişik. Alnımız açıqdır, üzümüz ağdır və şəhidlərimizi də ziyarət eləyəndə biz alnı açıq, onlar qarşısında ruhumuz şad olsun. Qardaşlarım, ruhumuz şad olsun, əsgərlərimiz deyə bilirik. Allah bizim ordumuzu qorusun, xalqımızı qorusun, millətimizi qorusun. Biz bu günləri daha da güclü olmalıyıq. Onun üçün qalib olmaq nə qədər çətin olduğu kimi qalibiyyəti qoruyub saxlamaq ondan da çətindir. Mən arzu edirəm ki, mən bilirəm ki, bizim millətimiz bugündən sonra daha da daima döyüş hazırlığında güclü olacaq, daima bir olacaq. Biz bu torpaqlarımıza bir də mənfur düşmən ayaqları heç bir milliyyətindən asılı olmayaraq heç kim bu torpaqlara ayaq basa bilməyəcək. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mənim igid, dəyərli qardaşım Nadir də başda olmaq şərtidir. Sağ olun, var olun. Bu günləri Nadirin bacıları, qohumları, əqrəbələri, döyüş dostları, soydaşları hər biri cəmləşiblər bura. Onun şəhid olduğu məkanı ziyarət eləyib və Nadirin xatirə lövhəsini biz burada dikəltdik, qoyduq. Üstündə də ki, Azərbaycan bayrağı, Türkiyənin bayrağı. Bu deməkdir ki, bu Türk xalqı həmişə bir olaraq bu torpaqların müdafiəsində həmişə öz canından keçməyə hazır olacaq. Bu bizim gələcək nəslimizə bir örnək olaraq, bax, bunun burada qoyulması gecəndə görsünlər ki, bu cürünə oğul hansı səviyyədə, nə cürünə vətənini, torpağını qoruyub, müdafiə eləyibdir və biz burada ona görə gəzə bilirik, dolana bilirik. Biz qürurla alnımız açıq, başımız dişdir bu günlər. Çox təşəkkür Hər kəsə də ederim. minnətdarlıq eləyirəm ki, bu döyüş yoldaşımızın, döyüş qardaşımızın bu günləri, bu tədbirində elə burada iştirak edir. Çox təşəkkür edirik sizə. Təəssüratlarınızı necə lazımdır bizlə bölüşdünüz. Sizlərin sayəsində, sizin kimi canlı şahidlərin sayəsində biz də Nadir Bədəlov kimi şəhidlərimizi öyrənmiş oluruq. Bu gün də tanımağa çalışırıq. Hər eşitdiyimizdə qərara gəlirəm ki, kaş mən bunu əvvəldən biləydim. Kaş hər eşitdiyimdə görürəm ki, mən Nadir Bədəlovu tanımamışam, yaxud da Məğrur Şirinovu qardaşımdır, amma tanımamışam. Yəni bunları sizlərdən, döyüş yolu keçənlərdən Hər bir şəhidimizi olduğu kimi tanımalıyıq. Onun döyüş fəaliyyətini olduğu kimi bilməliyik və gələcək nəslə çatdırmalıyıq. Bu bizim üçün vacibdir. bu günləri də sevindirici haldır ki, Qubadlı torpağında bir nöqtədə də gecə, gündüz Azərbaycan Türk bayrağı dalğalanacaq. Şükür. Bu bizim fəxr, qürur yerimizdir. Yəni buna da sevinmək olar. Yəni Nadir Bədəlovun əzizlərinə də elə buradan deyirəm ki, gözləriniz aydın olsun. Qardaşınızın, yaxınınızın, əzizinizin qanı yerdə qalmadı. Və onun sayəsində bir cüt bayraq gecə-gündüz dalğalanacaqdır. O səbəbdən. Allah rəhmət eləsin. Amin, amin. Şəhid Nadir Bədəlovun döyüş yoldaşlarının və şahidlərin danışdıqlarından belə başa düşdük ki, şəhid Nadir Bədəlov şəhid olacağını bilə-bilə olduğu yeri top qurğusunun ətrafını tərk etmədi. Bunu ona görə etdi ki, Qubadlı əhalisi mənfur düşmənə girov düşməsin. Gərginliyin nə dərəcədə olduğunu bilərəkdən
öz canını qurban verdi ki, girov düşən olmasın, erməni mənfurlar dinc əhalini qırmasın və bundan ötürü əlindən gələni etdi, mümkün qədəri son mərmilərinə qədər düşmənin başını qatmağa çalışdı ki, əhali sağ-salamat çıxa bilsin. Artıq olmayacağını, mümkün olmayacağını bilmişdi. Əhalinin sağ çıxmağından ötürü isə öz canını qurban verdi. Allah rəhmət eləsin. Mən də buradan bütün izləyənlərə deyirəm və yaxınlarına deyirəm ki, şəhidlərimiz bizi tərk etsə də, bizim yanımızda cismən olmasalar da, onlar ölmədilər. Onlar həmişə yaşardılar, həmişə şəhid olduqları yaşda da cavan olaraq qalıblar. Allah hamısına rəhmət eləsin. Və buradan da təvəqqəm odur ki, sağ qalan şəhidlərimizin canını əziyyətə vermiş, torpaqlarımızın azadlığı uğrunda hər cür əziyyət çəkmiş şəhidlərimiz var, qazilərimiz var, döyüşçülərimiz var. İstər keçmiş döyüşçü deyirik ki, sözdə, istərsə bugünkü son mücadilənin, son 44 günlük müharibənin döyüşçüləri fərq etməz. Onların da qədrini bilək, onların da dəyərlərini sağlığında bildirək, verək və onlara ehtiramla yanaşaq. Onlar da bizim üçün canlı şahidlərdirlər. Sağ olun, var olun. Barıp kokulu o yollar, o yollar seni besneva qaytarar, qaytarar. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı pagonlar. Senden teselli bir zabit mundiri, bir cüt ulduzlu aylı vagonlar. Ay ver mənə Cənab leytinant, ay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. O gün gelecek, gəm yemə, gəm yemə. O vaxt dönəcək, mən sənə. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitib tükənməyib o qan davamız. Hələ yad əldədir yurdumuz, yuvamız. Bitip tükenmeyip o qan davamız. Ay ver mənə Cənab leytinant, ay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Qisas, son qisas, yetmeyip, savaş, son savaş, bitmeyip. Sen gel yanımda
yanındaki çattığım ocağı odu emirtisi hele keçmeyi Səngər yanındaki çattığım ocağı odu emirtisi hele keçmeyi Hay ver mənə, cənab leytenant. Hay ver mənə, leytenant. Xoş müjdəli bir savaşdan. Pay ver mənə, leytenant. Hay ver mənə, cənab leytenant. Ay ver mənə, leytenant. Xoş müjdəli bir savaşdan. Pay ver mənə, leytenant. Ay ver mənə, cənab leytenant. Ay ver mənə, leytenant. Xoş müjdəli bir savaşdan. Pay ver mənə, leytenant.